Neyse. Salam uşaqlar. Deməli bugünkü videomuz nədir? Azərbaycan bodybuilding qaqaşları, yəni el arasındakı kaçok qaqaşlar, muskullu qaqaşların videolarına baxacaq. Deməli bu videoların heç birini mən görməmişəm, hamısını dostum seçib mən də üstündən ilk dəfə indi görəcəm videoları. Çox uzatmadan başlayaq. Bir də başlamamışdan qabaq bunu deyim. Bunun part 2-si, part 3-ü falan çox olacaq. Əgər siz də istəyirsinizsə gəlin nəfəs üçün videolarınızı bax, bodybuildinglə və yaxud el arasında idmanla məşğulsunuzsa, TikTokda, Instagramda buralara qoyacağam. TikToklarımı, Instagramlarımı, ora mənim video paylaşanda TikTokda, Instagramda mənə bir dənə etiket deyirsiniz aşağıya. Gəlin dəfəki videoda sizin videolarınızı götürüb paylaşacağım YouTube'da. Ona görə başlayaq, çox uzatmayaq. Aha, birinci qaqaş. Allah diye. Ne geçe bedava Allah. Birinci qaqaş tam yandan söyleyeyim, birinci qaqaş mənim xəbərim yox idi, mənim qoyacağımız fikirləşmədim əslində. Ama birinci mənə qoyub. Tanımasınız deyim, burada saçlarım uzundur, indi hal-hazırda biraz kəstirmişəm qışa görə. Oradan olabilir. Pis deyil, prosto indi özümə fikir bildirməyəcəm, yəni. Yəni ki siz bildirərsiniz. Bir də videoda kimin bədəni ən belə sizə görə ən ideal bədən kiminsə onu yorumlarda bildirməyi unutmayın. Yadınızdan çıxmasın. Nəysə davam edelim. İkinci videomuz bakalım kimdir. Aha Ənvər, bunu tanıyıram. Görmüşəm neçə dəfə TikTokda. Qəşəng bədəni var. Mənim fikrimcə natural olaraq çox yaxşı bədən var. Genetikası da yaxşıdır. Bana baxanda videolarda bir Kos da əziyyət çəkilir. Tek genetikadan olan bir şey deyil. Aslında bunu qaqaşı çox tanıyıram usta. Aha, qaqaşın bədəni çox super ya, yəni. Mesela deməyə ehtiyac yoxdur o usta, yəni. Keçək digər qaqaşımızın bədəninə. 2007 rəqib tapılmadı. İşte. Yaxşıdır, yaxşıdır. 2007-dirsə, həqiqətən 2007-dirsə, natural olaraq ayarladı, yəni, belə deyirlər. Əslində bir dəqiqə belə bir şey var, yəni insanların fitness aid algısı çox ümumiyyətlə dəyişib. Bu dəqiqə girirsiniz, görürsünüz 1 il, 2 il heç ümumiyyətlə 1-2 ay məşğul olurlar, promo natural olmayaraq çox qəşəng bədən yığırlar. Ona görə naturallar nə bilim o qədər də sadə gəlir. Məsələn bu qaqaşın bədəni 2007 yəni əladır. Əla demək olar natural olaraq əla bədən yığıb, amma indi bəziləri 2006, 2007, hətta 2008-lər belə natural olmadığına görə bəziləri. Ona görə bizə biraz bu belə gəlir. Necə deyim, belə indi çox da yaxşı deyil, amma həqiqətən idmanla məşğul olub, həqiqətən başı çıxanlar bilir ki, yəni natural olaraq bədən yığmaq çox çətin bir şeydir. Yəni bu qaqaşın bədəni naturaldırsa, həqiqətən naturaldır baxanda bilinir, yəni super naturala görə. Aha, üçüncümüz Hüseyin Məsud. Tanıyıram, bunu da tanıyıram. Bunu da TikTok'da görmüşəm. Bu hətta deyilsən bu araları da yarışlara çıxmışdı, onu da görmüşəm TikTok'da. Mənə görə yəni super, həqiqətən. Yəni, bomba kimi. Hələ kürəyinə falan bax, natural olaraq yəni. Bilirəm bu dəqiqə TikTok'da çoxsu gördüklərimizin demək olar ki %50'si natural deyil. Yəni o super algısı olaraq gördüyümüz. Amma natural olaraq həqiqətən belə bədənlər yığmaq çox çətindir. Yəni yeməyi, yuxusu, nə bilim idman görünən o üstün zallarda gördüyümüz hissəsi çox belə necə deyim, xırda bir hissəsidir. Onun əsası evdə yeməklə, yatmaqla. Yemək deyənə də belə öz adımdan danışım, yeməyin söhbətləri rahatdır. Yəni yedin, okey, yatmaq var, saat 9-10 oldu yatırsan. Yəni ona görə deyim, nəysə. Ama yani bunu videosunu görmüştüm ben bu qaqaşın yarışda olan videosunu. Yəni həqiqətən qəşəng bədən var natural olaraq. Aha, digəri Musa'yı, bunu da tanıyıram. Bunu da görmüşəm TikTok'da. Bu əsasən canlılarda falan görmüşəm. Bu qaqaşın bədən yəni natural olaraq yaxşıdır. Yəni yaxşı. Amma bura qədər gördüklərimizdən hələ ki ən yaxşısı demək olar ki Hüseynindir. Bir də Ənvərinki də yaxşıdır. Hüseynin Ənvər bu ara qədər. Aha, gəldi. Tağıyev. Baxım sonra deyəcəm. Yəni mən bir dənə bu söz istəyim, yəni mən həqiqətən yəni bu qaqaşı hamınız tanıyorsunuz Tağıyev. Yəni mən idmana başlayanda, tez-tez başlayanda bu qaqaşı videolarına baxıb dəhşət motivasiyalarında, yəni dəhşət, yəni mənə görə Azərbaycandakı yaş aralığı bu bizim yaşa yaxında, yəni 20-22 yaş aralığındakı ən yaxşı bu bədən bu qaqaşdadır mənim fikrimcə. Yəni çünki mən belə motivasiya olmayanda aradakı bu qaqaşı videolarına baxıb belə motivasiyaya gəlirəm. Yəni həqiqətən çox yaxşı, çox qəşəng bədəni var. Sonra bu qaqaş. Bu qaqaşı da görmüşəm deyilsən, tanış gəlir. Hərdansı tanış gəlir, bəlkə tanış gəlir. Bu qaqaşın da bədəni çox super, əla, ideal.
Yadıma düşdü, görmüşdüm bu Qaqaşın. Bu Qaqaşın belə deyim sənə, bunun bir dənə videosunu görmüşdüm bu Qaqaşın. Şeydə yarış vaxtı şeydə belə bir dənə videosu var. Əllərini falan da qaldırdı. Qəşəng bir pozirovka çıxarmışdı. Oradan belə daha yaxın mən tanıyıram. Orada görmüşəm videolarını. Bədən olaraq mükəmməl, yəni qəşəng. Özü də naturaldır. Hardan bilirəm? Videosunda görmüşdüm, arkada yazılmışdı natural yarışı. Yəni natural olaraqsa, yəni vəbşim super. Həqiqətən bu videosu yox, mən onun videosunda görüb tanımışam. O pozirovka elir, saçları da belə verir. O həqiqətən dəhşət qəşəng pozirovka vermişdi. Tapsam buralara bir yerlərə qoyaram. Bu Qaqaşı da tanıyıram. Çok süper yani, natural oldu. Ben natural olduğumu bunu bilirim. O birisi yarışlarda bilirim. Çünkü natural yarışına çıkılarsa 100% naturaldır. Ona göre yani süper. Ondan böyle 10 da verir. Yani həqiqətən qəşəng var bu yarışında. Sonra bu yarışı həqiqətən tanımıram, görməmişəm. Belki de görmüşəm, yadıma düşmür. Bu yarışında süper bədəni var. Naturalsa deməyim, yəni naturallı baxanda bilinir. Natural oxşur, süper. Bu yarışında qəşəng bədəni var. Ümumiyyətlə Azərbaycanda bir də çoxdur. Natural olarak qəşəng bədən olan adamlar, həqiqətən yaşlar az olsa da çox var yaxşı bədənlər. Prosta yenə deyirəm, bizdə insanlarda algı çox dəyişib, belə deyim. Görüb görmədən hamı natural olmayanları görür TikTokda, Instagramda, elə bilirlər ki, bu çox asandır, 2 gün içində mən də bu boyda olacağım falan filan, amma həqiqətən deyirəm, çətin bir söhbətdir yəni. Gələn dəfə yenə çəkəcəm bunun part 2-sini, part 3-sünü, part neçəsini. Ona görə TikTokumu, Instagramımı bir daha qoyuram buralara, bir yerlərə. TikTokumu, Instagram qoyuram. Buradan mənə video paylaşanda mənə etiketliyim. Yəni Instagramda, TikTokda fərq yoxdur. Yorumlara da olar. Videonun başlığına olar. Mən etiketliyim. Videomuzu kaydələyəcəm. Gələn dəfə bu video, YouTube'dakı video 200 like keçən kimi part 2-si gələcək. Part 2-də sizin atdığınız videolar olacaq. Aha, bu görüş kimdir? Orxan. Bu Orxanı da tanıyıram. Bu Orxanı 1-2 il qabaqda, 1 il qabaqdan falan tanıyırdım. Son zamanlarda heç görməmişəm. Amma əvvəldən görmüşəm. Çox sən necə estetikdə, hansı ki o qızların ağlında olan bədən var. Arıq, presli, estetik bu yaşda tam bədən oldu. Məncə əla, super. Testo. Aha. Bu şimdi bədən süper. Qaqaş videoları çəkib ki, 2 dönemdə 2 videoda 2 dəfə daha böyük görsən də, yəni 0.5-lə yaxın, amma baxanda bilir ki, həqiqətən var. Qəşəngdir. Bu da naturalsa mükəmməl, həqiqətən. Halal olsun. Sonra qəşəng bədənlər var Azərbaycanda. Aha, bu Qaqaşı tanıyıram. Bu Qaqaşı zalda görmüşəm. Mən menzala gəlir, oradan tanıyıram. Naturallığını da bilirəm. Natural olaraq yaxşıdır. Yenə deyirəm, kim istirsə gələn dəfə öz videosunu burada görmək, məni etiketləyər Instagramdan, TikTokdan göstərər. Natural olaraq super sənə. Yəni yenə deyirəm, baxanda deyirsiniz ki, ay niyə balaca falan filan, amma yenə deyirəm, bu işi, bu idmanı eləməyənlər bilmir, natural olaraq da bədən yumaq dəhşətizm dərəcədə çətindir. Yəni üstə elə belə rahat gələ bilər, amma deyil. Yəni rahat deyil. Aha, gəldi mənim favorim, ikinci favorim gəldi, Firuz Fitness. Bunu əslində bədən videosuna görə qoymayıb, belə qoyub. Mənə görə yerli Ege Fitness, yəni mən bu Qaqaşı ən azı 2 ilə yaxın olar bəlkə. Mən bunu keçən yay, yox ondan qabaqki yaydan izləyirəm, 2 ilə yaxındır. Yəni elə məlumatlar verir, fitnessə tezə başlamışsa, girin səhifəsinin promoy takip atın, girin promoy bir dənə belə basın, takip etsin, yəni tam olaraq budur, yəni həqiqətən elə qəşəng videolar çəkir ki, elə yəni videolar çəkirib baxsın, yəni bilmədiyin bütün şeyləri öyrənərsən də o dərəcədə yaxşı videolar çəkir. Yəni deyirəm, mənə görə yerli Ege Fitnessdir bu Qaqaş, yəni hər şeydən naşir. Kim nə yorum yazır, promoy video çəkir, cavab verir, yəni gəncləri çox bilikləndirir, halal olsun. Özü naturaldır. Bu videolarına baxanda bilinir, natural olaraq cəmaatı qabağa çəkməyə çalışır. Ona görə yəni super. Həqiqətən əgər izləmirsizsə, tanımırsınızsa, girin yazın, Firuz Fitness, girin alın takip. Həqiqətən deyirəm. Peşman olmazsınız. Rifat. Bunu tanıyorum. Bu da qarşıda görmüşəm. Ümumiyyətlə TikTok'dakı bütün bodybuildinglə məşğul olan bütün demək yüzləşdi adını tanıyıram demək olar ki. Bu qarşıda tanıyıram, onu bilirəm ki, naturaldır. Bax, onu dəqiq bilirəm ki, naturaldır. Natural olsa çox pizdir. Bu qarşının qəşəng bilirəm kiloya zərəsi var idi. O birisi videolarda da görmüşəm. Özü yarışlarda nəşə dəfə də hazırlaşıb bir yer tutub. Ona görə əla, super. Aha, Ənvər. Ola dondum. Xəstəm. Üşümürsən sən? Amma sən nə üşümər? Özüm də içində olmaqla, yəni belədir, qış olduğu qısa qol, indi məsələn qısa qolla gəzirəm, bayıra da gələndə kurtka, qısa qol üstündən kurtka. Niyə bilmirəm, amma elə bil ki, qısa qolla gəzəndə özümü daha rahat hiss edirəm. Elə bil ki, görsən, belədir. Mən belə video çəkən Azərbaycanda mən heç görməmişəm, bir də Ənvər çəkir. Bir də yanındakı Qaqaş, İlkin falan. Bu ikisi çəkir bu belə videolar. Başqa bir çəkən belə bu tipli bir şeylər yoxdur. İdmana aid belə vloglar ümumiyyətlə heç yoxdur. Belə maraqlı bir temalı videolar. Aha, bu kim? Bunu tanımıyorum. 17 yaş var yazılıb. Oy bilə, səni qəşəng damarları falan da çıxıb. Özü natural oxşuyur.
Kürü naturaldır mənim fikrimcə. O səpkilər ərgənliyi vaxtından. Çünki çox böyük deyil, 18-19 yaşı var. Naturalsa həqiqətən qəşəng. Biraz kürəyində səpkilər var, amma natural. Baxanda bilinir ki, naturaldır yəni. Natural olmayanlar bilir. Oha, oğlu bu kimin? Saçaq beni. Allah yaxşı, Allah yaxşı. Yenə mənim videom qor. Bu yaxınlardakı videodur. Bir hətta bir 15 günün videosudur. Qəşəngdir, pis deyil qəşəng mədə. Bu qəşəngdə tanıyıram. Adı nədir? Şahid. Görmüşəm. Bu canlılarda falan görürüm çox vaxt. Qəşəngdir. 14 yaşı var özü deyilsin. Hələ yazılmışdı. Yoxsa yox. 14-15 yaşı var. Çox böyük yaşda yoxdur yəni. Amma halal olsun. Qəşəng bədəni var. Boyu da uzundur. Genetika söhbəti də bu işin %50-si falan genetika söhbəti. Qəşəng genetikası sordu. Oğlum bizim geldi. Bu bura kim koydu? Bu bura kim koydu abla? Aha geldi kızlar hamısı mənim üçün baxın. Hə? Oğlan sonra. Yaxşı nəysə Cahangir də yaxşı uşaq oxşayır. Qəşəng amma. Nəysə burası nəysə keçirik. Az yaşlı qardaşlara səslənirəm buradan. Az yaşsızsa vəbşəm yəni video paylaşıyorum TikTokda. Fərq eləmir, istəyir 5 nəfər baxsın, istəyir 10 nəfər baxsın. Mən o videonu tapacağam, gələn dəfə bura qoyacağam. Bundan sonra gələcəkdəki videolarda hətta hədiyyə falan da qoymağı fikirləşirəm. İndi bu dəfə yox, gələndə fikir yox. İndi baxılır, like'lara baxacağam. Deməli bu videoya 200 like gələn günün sabahı part 2-si gəlir. Ona görə nə deyirəm? Videolarınızı paylaşanda, TikTokda, Instagramda bədən videolar paylaşanda, məşq edən yerdə videolar paylaşanda altına bir dənə mənim Instagramımı və yaxud TikTokda paylaşırsa TikTokumu tağ edin. Buralara bir yerlərə qoyacağam Instagramımı, TikTokumu. Oralara qoyun, mən paylaşacağım videolarınızı. Gələn videoda üstə olacaqsın yəni. Bu kimdir? İlkin. İlkini də tanıyıram. Bir dəqiqə, əsasən canlı yayımlarda çox görmüşəm. Bu qarşında qəşəng bədən var. Həqiqətən yəni natural olaraq pizdesi. Bədən quruluşu falan olaraq sinəsi, qolları, bisepsi falan pizdesi. Yəni kürək əzələsini hələ istəmirəm. Həqiqətən halal olsun. Ümumiyyətlə natural olaraq yenə deyirəm Azərbaycanda çoxlu gənclərimiz, yəni qəşəng bədənləri var natural olaraq da, yəni həqiqətən. Yəni gələn videoda kim görmək istəyirsə özünü və yaxud kimi görmək istəyirsə onun yorumlarına TikTokda, Instagramda mənə bir dənə etiketləyin. Mən gəlib videonu tapacağam. Gələn videoda həmin insanlar olacaq. Bir də videonu sonlandırmamış bu deyim. Zəhmət olmasa bir dənə səhifəyə abunə olsunuz. Bir də video 200 like keçən kimi ikinci videomuz gələcək. Abunə məqsədimiz nə qədər? 200 olsun bəs edək. Nəysə inşallah. Gecəniz xeyrə qalsın. Sağ olun, salamat qalın. Bay bay.